Salam əziz və dəyərli müəllimlər, Time 2025 yeni nəşrindən gəlin uzlaşma mövzusuna baxaq. Uzlaşma, mübtəda xəbər uzlaşması və zeri-zera. Qaydasına bağlı testlərin gəlin izahına keçək. Birinci testimizə baxırıq. Which sentence with the subject verb agreement is correct? Mübtəda xəbər uzlaşması ilə bağlı hansı cümlə doğrudur? Reading and writing is the skills she values most. Baxın, burada iki ayrı-ayrı bacarıqlardan söhbət gedir. Skills də zaten burada cəmdədir. İki ayrı bacarıqdan istifadə olunduğu üçün və and ilə birləşdiyi üçün is deyil, are işlənməlidir. A variantı yanlışdır. Əgər bizim cümləmizdə bir gerund varsa xəbər tək, əgər iki gerund varsa xəbər cəmd olur. B variantına baxırıq. The audience are cheering the athletes on the field. Audience topluluq bildirən isimdir və xəbər cəmd olur. B düzdür. Daha doğrusu sonra B düzgün cavabdır. B-ni düzgün cavab götürəcəyik. C variantı. Whoever has made these projects. Baxın, whoever ilə başlayan cümləmiz mübtəda budaq cümləsidir. Xəbəri təkdədir. Və digər hissəmizin də bizim xəbərimiz təkdə olmalıydı. Whoever has made this project. Bu layihələri kim hazırlayıbsa is comprehensively accurate. Deməli, dəqiq insandır. Yəni, kim hazırlayıbsa bu layihələri, o dəqiqdir. Yəni, burada project'in, are-ın, bizim xəbərimizin project-lə əlaqəsi yoxdur. Yəni, burada həmin o layihələri hazırlayan şəxsin dəqiq bir insan olması ilə bağlıdır. Deməli, burada da yanlışdır. Çıxırıq D variantı. The number of people. The number of əgər işlənirsə, bizim xəbərimiz təkdə olmalıydı. Remains olmalıydı. Yanlışdır. Yadda saxlayırıq. The number of cəmsim xəbər təkdə işlənir. Və bizim injured during the accident. Burada injured participle to'dur. Bədbəxt hadisə ərzində, bədbəxt hadisə zamanı zədələnmiş insanların sayısı sir olaraq qalır. Yəni, feilimiz remain də təkdə olmalıydı. The Simpsons. Əgər bizim hər hansı bir film adı, əsər adı, kitab adı, əgər ki, tamaşa adı cəmdədirsə və yaxud da əndi bağlayıcısı ilə bağlanırsa, bizim xəbərimiz yenə də təkdə olmalıdır. Çünki burada bir şoudan söhbət gedir. One of the longest running shows, yəni uzun müddət davam edən bir tamaşalardan biridir Simpson televiziya tarixində. Yəni dediyimiz kimi addır burada. Cəmdə olsa da belə biz onu tamaşa adını bildirdiyi üçün söhbət bir tamaşadan gedir, xəbəri təkdə işlənir. B düzgün cavabdır. İkinci testimizə baxırıq. Which sentence with the subject verb agreement is correct? Yəni bizdə burada düzgün cavabımızı soruşur. The primary issue confronting many urban areas are traffic congestion. Demək nədir? Əksər şəhər ərazilərinin üzləşdiyi vacib məsələ nədir? Tıxacdır, nəqliyyat tıxacdır. Və burada issue təkdə olduğu üçün xəbərimiz təkdə olmalıydı, is olmalıydı. A variantı yanlışdır. B variantı only when each of the participants, baxın each of cəmisim, xəbərimiz təkdə olur, have yox, has olmalıydı. Yanlışdır. For months is the head chef along with the kitchen staff. Along with varsa, along with-dən əvvələ baxırıq. Chef təkdə olduğu üçün xəbərimiz təkdə has been olmalıydı. Yanlışdır. Either the project manager or one of his team members is responsible. Either or quruluşunda biz xəbərə yaxın olan isimlə uzlaşdırırıq və bu birləşmə, baxın, one of his team members'dir və one of cəmsim xəbəri təkdə tələb etdiyi üçün D variantımız düzgün cavabdır. E variantına baxırıq. Every member of the team understand. Baxın, burada every member tək isimdir və biz sözündən əvvələ baxırıq ümumiyyətlə. Member təkdə olduğu üçün xəbərimiz təkdə olmalıydı. Understands olmalıydı, yanlışdır. D düzgün cavabdır. Üçüncü testdə bizdən yenə düzgün cavab soruşur, mübtəda xəbər uzlaşması ilə bağlı. Baby sleep more than adult does. Baxın, burada babies cəmsim xəbər cəmdədir, amma adults cəmdədir, xəbərimizi təkdə veriblər. Olmaz. Adults do olmalıydı. Cəmsim cəm xəbər. Laughter reduce. Laughter sayılmayan isimdir, xəbəri təkdə tələb edir. Reduces olmalıydı. Yanlışdır. The Irish xalqlar. Xalqları bildirəndə bizim xəbərimiz cəmdə olmalıdır. Values yox, value olmalıdır. İrlandiyalılar yumor hissinə dəyər verirlər. Yanlışdır. The Irish value olmalıydı. D variantına baxırıq. Which kind of foods is easy to digest? Bəli, hansı növ qidaları həzm etməyə asandır. Which of cəmisim xəbərimiz təkdə işləndiyi üçün D variantımız düzgün cavabdır. E variantına baxırıq. Our brain təkdə olan isimdir. Xəbər təkdə olmalıydı. Becomes olmalıydı. Yanlışdır. D düzgün cavabdır. Dördüncü testə baxırıq. Find out the wrong option. Səhv variantı tapacağıq biz burada.
Class 11A is the best in the whole schools. Baxın, burada sinifdən söhbət gedir. Təkdə isimdir, xəbər təkdədir və bu düzdür. Düzdür. Amma huldan sonra cəm isim gələ bilməz. Z-huldan sonra tək isim gəlir. Ona görə deməli burada 1 yox, 2-ni götürəcəyik. 2 səhvdir. Bizdən səhv soruşur axı. Deməli A-da, yəni bax bu A-da 2 səhvdir. A 2 olmalıdır. Ona görə A1-ləri çıxırıq. Çünki A1-də bir yanlışlıq yoxdur. Sonra B variantına baxırıq. I have invited 30 people. Yəni burada insanları, xalqları demir ki, bilir ki, xalqlar mənası people cəmlənir. Amma burada bizdə insanı deyil. 30 insanı çağırmışam da, 30 adamı çağırmışam. Və person cəmdə people olur. People ola bilməz. Deməli elə burada B-də 1 yanlışdır. 1 yanlışdır. Burada isə B 2 veribdir. Deməli bu elə ən azından yanlışdır. B düzgün olacaq. Birin yanlış olduğunu gördük. Davam edək. To my birthday, but only 15 is at the party. Baxın, insanlardan söhbət gedir. Amma ancaq 30 nəfəri mən deyir, ad günümə dəvət etmişəm. Ancaq 15-i şənlikdədir. İnsanlara aid olduğu üçün bu is yox, are olmalıydı. Only 15 are at the party. Deməli 2 də yanlışdır. Bəli, B düzgün cavab olur. 5-ci testimizə baxırıq. Bizdən yenə düzgün cavabı soruşur. 90% of information. Deməli, faiz bildirən sözlərdəki qaydamız nədir? Faiz bildirən sözlərdən sonra əgər sayılmayan isim gəlirsə, xəbərimiz təkdə olur. Were yox, was olmalı, daha yanlışdır. B variantı. What annoyed me, mübtəda budaq cümləsidir. Xəbəri təkdə olmalıdır. Was his constant failure. Failure həm özü də sayılmayan isimdir və xəbər təkdə ola bilir, yəni was olmalıdır. Yanlışdır. The critical threat, baxın buraya. The critical threat, threat də əsas isim. Facing coastal regions is the risk. Threat təkdə olduğu üçün xəbərimiz də təkdədir. Deməli, şey düzdür. Bax, burada biz nəyə diqqət etməliyik? Biz ümumiyyətlə hansı sözü diqqətə almalıyıq? Məsələn, C variantında düşünə bilərsiniz ki, bəs regions. Bax, buna görə də yadda saxlayırıq ki, söz önlü birləşmələrdən. Bax, məsəl üçün A variantında söz önlü birləşmədir. Söz önlü birləşmələrə baxmırıq. Söz önlü birləşmələrdən əvvəlki ismə baxırıq. Fe'li sifət 1 varmı? Fe'li sifət 2 varmı? Fe'li sifət 1-2 olan cümləyə baxmırıq. Özündən əvvəlki bax, bu sifət isminə baxırıq. Təkdə olduğu üçün xəbərimiz iz təkdədir. D variantına baxırıq. A higher proportion of women. Baxın, a higher proportion of women cəmisində xəbər cəm olmalıdır. Are willing olmalıydı. Ona görə də nədir? Yanlışdır. Daha sonra Y variantına baxırıq. The number of developed countries which is situated in the east. Bizdən burada düzgün cavab soruşurdu. The number of developed countries which is situated in the east isn't large. Burada səhvimiz nədir müəllimlər? Burada deyir ki, inkişaf etmiş ölkələrin sayı bildirəndə bilirik ki, xəbər təkdə olur. Bax, deyir ki, böyük deyil. Bax, bu hissə bu Z number'a aiddir. Amma which olan isə country-ni təyin edir. Bax, country-ni. Country cəmdə olduğu üçün is deyil, are situated olmalıydı. Ona görə Y variantımız yanlışdır. C düzgün cavabdır. 6-cı testimizə baxırıq. Bizdən düzgün cavabı soruşur. Was Isaac the children? Baxın, xəbər Isaac orada özünə yaxın isimlə uzlaşır. Children sual cümləsi olduğu üçün əvvəlki ismə baxırıq. Children cəmdə olduğu üçün was yox, were olmalıydı. Yanlışdır. B variantına baxırıq. The elderly isimləşmiş sifətlərin xəbəri cəm olur. Böyüklər nəzərdə tutulur. Deməli, burada was deyil, were olmalıydı. Yanlışdır. C variantı measles xəstəlik adları xəbəri tək tələb edir. C düzgün cavabdır. Participants, baxın, söz önlü ifadədir. Söz önlüyə baxmırıq. Əvvəlki ismə baxırıq. Participant cəmdə olduğu üçün xəbər cəmdə olmalıydı. Receives yox, receive olmalıydı. Və burada iç qaydası da var ki, cəm isim iç gələrsə xəbər cəm olur. Amma each of cəm isim gələrsə xəbər təkdə olur. Deməli, bu da yanlışdır. Participants, the participant cəm isim, sonra each xəbər cəmdə olmalıydı. 2/5 of the incomes. Burada qayda necədir? Kəsir bildirən sözlər. Əgər özündən sonra cəm isim gəlirsə, xəbərimiz də cəmdə olmalıdır. Tək isim gələrsə, sayılmayan isim gələrsə, xəbər təkdə olur. Amma cəm isim gələrsə, xəbər cəmdə olmalıdır. Yanlışdır. C düzdür. 7-ci testə baxırıq. Mübtəda xəbər uzlaşmasında düzgün cavabı tapırıq. My physics are poor, but his isn't. Deməli, biz bilirik ki, son x-lə bitənlər, fən adları xəbəri tək tələb edir. Amma əgər my sözü varsa və həmin fənlə bağlı biliklər nəzərdə tutulursa, fən deyil, fən üzrə biliklər nəzərdə tutulursa, xəbər cəmdə olur. Bu isə doğrudur. Amma burada deyir ki, mənim fizikadan olan biliklərim zəifdir, amma onunki deyil. Yəni onun bilikləri, fizikadan olan bilikləri nəzərdə tutulduğu üçün burada artıq isn't yox, aren't olmalıdır. Necə burada are verir, burada isn't verir? Olmaz. Are'dasa digərində də aren't olmalıdır. B variantına baxırıq. Both and qaydası da
Sayılmayan isim gəlsin, sayılan tək isim gəlsin, cəm isim gəlsin, fərqi yoxdur. Both sentdə həmişə xəbər cəmdə olur. Was yox, were olmalıydı. Yanlışdır. All were at the table. All hamı mənasında xəbər cəmdədir. Təbii ki, hamı stolun ətrafındadır. But nobody was eating, amma heç kəs yemirdi. Törəmələrin xəbəri nə olur? Təkdə olur. Bu düzdür. C düzgün cavabdır. D variantına baxırıq. All was on the table. Yəni deyir, hər şey, burada all hər şey mənasındadır. Hər şey deyir stolun üstündəydi. All hər kəs mənasında xəbəri cəm tələb edir. Hər şey mənasında xəbəri təkdə tələb edir. Amma burada baxırıq. Nothing were yazılıb. Biz dedik ki, törəmələrin xəbəri təkdə olur. Yəni was olmalıydı. İstər body ilə bitənlər, istər sing ilə bitənlər. Hər birinin xəbər tək olmalıdır. Yanlışdır. Every blouse və everydən sonra nə qədər isim gəlirsə gəlsin, xəbərimiz tək olmalıydı. Is olmalıydı. Deməli, is olmalıydı. Y variantda yanlışdır, C doğrudur. 8-ci testdə bizdən səhv variant soruşur. Let every child. Baxın, burada every child xəbəri tək kimi düşünə bilərsiniz, amma bu let təkdəki S-in belə deyil, qarşısını alır. Çünki biz bilirik ki, letdən sonra gələn bizim feilimiz to-suz olur və şəxsə görə, zamana görə uzlaşmır. Yəni, let every child take. Bax, bu cümlə düzdür, yanlışlıq yoxdur. Yəni, let təsir etdiyi üçün take olur. Yəni, let olmasa every child takes olacaq. Amma letdən sonra to-suz feil gəldiyi üçün və təbii ki, S qəbul etmir feil, ona görə də düzdür. A lot of progress. Progress sayılmayan isimdir, xəbər tək tələb edir. Was made olmalıydı. They are the winners of the Eurovision Song Contest. Bəli, burada söz öndən əvvələ baxırıq. Winners cəmdə olduğu üçün xəbər cəmdədir. Deməli C variantında çıxırıq. Bizdən səhv variant soruşurdu. Biz ona görə də B variantını düzgün cavab götürəcəyik. Çünki səhv soruşurdu. B-də səhv var, were yox, was olmalıydı. A-da səhv yoxdur, C-də səhv yoxdur. D-yə baxırıq. Orada, Aiza quruluşunda deməli xəbər özünə yaxın olan isimlə uzlaşır. Children cəmdə olduğu üçün xəbər are cəmdə işlənib düzdür. Does John or the other visitors? Baxın, burada oradan əvvələ baxırıq. John təkdə olduğu üçün does-dan vermişik sualımızı düzdür. Məsələn, the other visitors əvvəldə olsaydı, does yox, do olacaqdı. Deməli, yanlışdır. Çıxırıq yəni daha doğrusu. Bizdən çünki səhvi soruşurdu. Qalan hamısı düzdür. Səhv olan B variantıdır. Davam edək. 9-cu testdə bizdən səhv variant soruşur. All the goods in the box were wrapped. Baxın, söz önüdən əvvələ baxırıq. Goods hər zaman cəmdə olan isimdir. Xəbəri cəmdədir. A düzdür. Deməli, pul, məsafə, zaman, ölçü bildirən sözlər xəbəri tək tələb edir. Is xəbər təkdədir. Düzdür. Diligence and accuracy at work show the quality of your work. Deməli, burada baxırıq. Diligence and accuracy. 2 dənə sayılmayan isim var. Amma ədlə bağlandığı üçün xəbəri cəm tələb edəcək. Show düzdür. I can't remember whether tea or coffee contains more caffeine. Oradan sonraya baxaq. Coffee təkdə olduğu üçün xəbər təkdədir. Düzdür. There are less fresh water. Baxın, water əvvələ baxırıq. Zərə qaydasında bilir ki, əndən əvvələ baxırıq. Və water sayılmayan isim olduğu üçün are yox, is olmalıydı. Səhvi soruşduğu üçün Y düzgün cavabdır. 10-cu testdə bizdən səhvi soruşur. Attach to causes gives us. Bax, biz dedik ki, participle to varsa, participle to'ya baxmırıq. Participle one, face 1 varsa, face 2 varsa, ondan əvvəlki ismə baxırıq. Bizim əsas ismimiz attached. Təkdə olduğu üçün xəbər təkdədir, düzdür. There is no further change. Change təkdə olduğu üçün xəbərimiz təkdədir, düzdür. Most people cəmdə olduğu üçün xəbər cəmdədir, düzdür. The Vans delivering, baxın, burada feil sifət 1-dir, feil sifət 1-ə baxmırıq, əsas ismimiz Vans'dir. Cəmdə olduğu üçün xəbər də cəmdədir, düzdür. Being the ultimate fast food eaters, baxın, bu gerunddur. Birləşmə əmələ gətirən bir gerunddur. Being-lə başlayıb görürsünüz. Əgər cümləmizdə bir gerund varsa, xəbərimiz tək olmalıydı, is olmalıydı. Ona görə səhv soruşduğu üçün Y düzgün cavabdır. 11-ci testə baxırıq. 11-ci testdə bizdən səhv variantı soruşur. Səhv soruşur. Baxırıq A variantına. Each and every one of people. İstər each of olsun, istər every one of olsun. Onlardan sonra cəmsim gəlirsə, bizim xəbərimiz təkdə olur. Düzdür. Likely the members each. Baxın, the members sonra cəmsim, xəbəri cəm tələb edir. Cəmsim sonra iç gələrsə, xəbər cəmdə olur. Are olmalıydı. Səhv soruşduğu üçün B düzdür. C variantına baxırıq. Why are each other's opinions? Baxın, opinions cəmdə olduğu üçün xəbər cəmdədir, düzdür. I have spoken to them one and each has told me. Baxın, each tək işlənirsə, yəni each of them nəzərdə tutur da. Yəni each of cəmsin xəbər tək tələb edir. Zaten bu düzdür.
Let each of the reporters, baxın yenə, let təsir edir. Each of cəmsiməsində xəbəri tək tələb edirdi. Amma let təsir etdiyi üçün oradakı S düşür. Və right şəklində verilməsi yəni düzdür. Səhv soruşduğu üçün B düzgün cavabdır. 12-ci testə baxırıq. Bizdən ən uyğun cavabı soruşur mübtədə xəbər uzlaşması ilə bağlı. The team have rejected him out because it says he can't play. Baxın, burada əgər the team'i biz cəmdə vermişiksə, deməli, burada komanda üzvləri nəzərdə tutulur və komanda üzvlərini biz itlə verə bilmərik. Z ilə olmalıdır. They say olmalıdır. They say he can't play. Deməli, 1 yanlışdır. The team have rejected him out because they say he can't play. Bax, eynən. 2 düzdür. Çünki burada the teamdən sonra əgər xəbər cəmdədirsə, deməli, burada komanda üzvlərindən söhbət gedir. 3-ə baxırıq. The hospital staff take care of patients carefully in the night shift too. Baxın, staff özü də toplu olub bildirən isimdir və xəbəri tək-tək işlənə bilər, cəmdə işlənə bilər. Heyət bütövlükdə bir vaid bir anlam kimi götürülsə tək, amma üzvlər, heyət üzvləri nəzərdə tutulanda cəmdə işlənə bilir. Deməli, 2-3 düzdür. 4-ə baxırıq. The number of hospital staff. The number of-dan sonra cəm isim gəlirsə, ya da toplu olub bildirən isim gəlirsə, xəbər təkdə olmalıdır. Baxın, consists olmalıydı. 4 yanlışdır. 2-3. D düzgün cavabdır. Davam edək 13-cü testlə. Which sentence with the subject verb agreement is correct? Hansı cümləmiz mübtədə xəbər uzlaşması ilə bağlı doğrudur? A variantına baxırıq. The Samsons farm. Bax, biz burada farma baxırıq. Əsas isim budur. Çünki Samsonlar ailəsinə məxsus olan fermadan söhbət gedir. Təkdə olduğu üçün have yox, has olmalıydı. Yanlışdır. Hansı ki, baxın, burada produces xəbəri təkdə veribdir. Həmin ferma. Bu düzdür, amma birincidə have yox, has olmalıydı. B variantına the museum in the city center. City center sözünün ifadəyə baxmırıq. Museum'a baxırıq. Təkdə olduğu üçün xəbər təkdədir. Deməli, B variantımız düzgün cavabdır. Bizdən buradan düzgün cavabı soruşur, amma yox, daha tələsməyək. Sonra baxırıq, davam edirik. The history of which. Baxın, bu muzeyin tarixindən söhbət gedir. Hansı muzeyin tarixi ki, fascinates olmalıydı. Bax, muzeyə aid olduğu üçün xəbərimiz burada təkdə olmalıdır. Nə hansı cəm ismi oldu ki, biz onu xəbəri cəmdə verək. Burada muzeyin tarixindən söhbət gedir. Yəni, burada which muzeyi əvəz edir. The history of museum fascinates olmalıydı. Deməli, yanlışdır. C variantı. Jack London whose works. Baxın, whose works. Works cəmdə olduğu üçün kimin ki əsərləri. Xəbərimiz cəmdədir. Inspire new generations easily is celebrated. Bax, burada Jack London aiddir. Bu is celebrated for his vivid portrayals of adventure. Deməli, C variantımız düzgün cavabdır. Yəni, burada hansı bir səhvlik yoxdur. D variantına baxırıq. The bacteria. Bacteria cəm isimdir. Xəbəri cəmdə tələb edir. Thrives yox, thrive olmalıydı. Ona görə yanlışdır. Y variantı the woman, one of whom. Baxın, one of whom, yəni one of woman əvəz edir. Cəm isim olduğu üçün biz burada xəbəri təkdə verməliydik, is olmalıydı. Və digər hissədə isə the woman-dan uzlaşıb burada artıq, bu hissə artıq the women are going to participate. Burada isə is yox, are olmalıydı. Yanlışdır, C düzdür. 14-cü testə baxırıq, bizdən düzgün cavab soruşur. What are the rule of men? Burada bizim ismimiz nədir? Rule. Söz öndən əvvələ baxırıq. Təkdə olduğu üçün xəbər təkdə olmalıydı. Yanlışdır. B variantına baxırıq. What should a guest do if a fork or a knife fall on the floor? Oradan sonraya baxırıq. Knife təkdə olduğu üçün xəbər təkdə olmalıydı. Falls olmalıydı. Yanlışdır. C variantına baxırıq. Travelers cəmdə olduğu üçün xəbər cəmdə are travelers olmalıydı. Yanlışdır. Who was the arrangement? Arrangement cəmdə olduğu üçün was deyil, were olmalıydı. Yanlışdır. Is talking with a mouthful of food an example of bad table manners. Bax, burada necərində olduğu üçün xəbərimiz də təkdədir. Y variantımız düzgün cavabdır. 15-ci testlə gəlin, davam edək. Bizdən burada yenə ən uyğun cavabı soruşur. Write a many exercises. Baxın, burada many exercises çaşdırmasın. Bizim bu cerundumuzdur. Çoxlu tapşırıqları yazmaq. Cümləmizdə bir cerund varsa xəbər təkdə olacaq. Is düzdür. Bax, bu are yanlışdır. 1 düzdür, 2 yanlışdır. The right and the artist. Burada nəyə diqqət edirik? Əgər article yalnız birinci ismin qarşısındadırsa, deməli burada bir şəxsdən söhbət gedir. Yəni bir şəxs həm yazıcıdır, həm də rəssamdır. Bir şəxsdən söhbət getdiyi üçün xəbərimiz təkdə olmalıydı. Is olmalıydı. Yanlışdır. Joe, the right and the artist. Baxın, Joe. Bizə article bir dənə ismin qarşısında verilib. Deməli, Joe həm yazıcıdır, həm də rəssamdır. Ona görə də bir şəxsdən söhbət getdiyi üçün xəbər təkdədir. 4 düzdür. 1-4. C düzdür.
16-cı testə baxırıq. Bizdən uyğun cavabı soruşur, düzgün cavabı. This closest shops. Bax, burada shops cəmdə olduğuna görə biz bunu this-lə verə bilmərik. Yəni, bu cəm formada this, bax, bunun cəm forması olmalı idi. Yanlışdır. Çünki this-dən sonra tək isim gəlməlidir. Daxı, burada shops cəmdədir. Avtomatik xəbər cəmdə daxil. Deməli, biz burada this-i dəyişməliyik. 2-yə baxırıq. The president accompanied by his wife. Baxın, accompanied-dən əvvələ baxırıq. President təkdə olduğu üçün xəbər təkdədir. 2 düzdür. 3/5 of the rich. Rich topluluq bildirən isimdir. Yəni, varlılar cəm bildirir mənaca və kəsr bildirən sözlər cəm isimlə işlənəndə xəbərimiz nədir? Cəmdə olur. 3 düzdür. The tourist accompanied nə demişdik? Əgər ki, fe'li sifət 2, 1, 2 varsa buna baxmırıq. Touristə baxırıq. Cəmdə olduğu üçün xəbərimiz cəmdə olmalıdır. Was yox, were olmalıydı. Yanlışdır. Yəni 2-3 B variantımız düzgün cavabdır. 17-ci testə baxırıq. Bizdə uyğun olmayan cavabı, yəni səhv variantı soruşur. 25 mm equals. Baxın, biz dedik ki, məsafə bildirən, zaman ölçü bildirən, pul məbləğ bildirən sözlər cəmdə olsa da xəbərimiz təkdə olur. Deməli, A variantımız düzdür. Many politicians in public office. Söz önlü ifadənin üstünə xət çəkib, politicians əsas ismə baxırıq. Cəmdə olduğu üçün xəbərimiz cəmdədir. Düzdür, çıxırıq. Bizə səhv variant lazımdır. The snow in the Pyrenees. Baxın, burada biz burada söz önündən əvvəlki ismə baxırıq, söz önünü çıxırıq. The snow təkdə olduğu üçün xəbərimiz becomes təkdədir, deməli düzdür. People da cəmdədir, have cəmdədir, düzdür. D variantı. Lots of workers who called in sick and several workers who left the job were so aggressive. Bax, bu doğrudur. Lots of workers-dan ümumiyyətlə söhbət gedir, cəm isimdir. Həm də üstəlik də ki, several workers and-lə bağlanıb, bizim xəbərimiz cəmdə olmalıdır. Bu düzdür. Y variantına baxırıq. Every change in the temperature and humidity in the air around the snowflake cause yazıb, baxın. Söz önlü birləşmə var burada. Bunların heç birinə biz baxmırıq. Every change əsas ismimiz budur. Change təkdə olduğu üçün xəbərimiz təkdə olmalıydı. Cause isə olmalıydı. Baxın, bizdən də inappropriately, yəni uyğun olmayan variant soruşurdu. Bu da Y variantıdır. Səhv bir tək Y'dədir. 18-ci testdə səhv variant soruşur. The rest of the information. The rest of-dan sonra sayılmayan isim gəlirsə, xəbərimiz təkdə olmalıdır. Bəli, is təkdədir. Bu düzdür. Nearly half the government agencies. Baxın, half-dan sonra cəm isim. Xəbərimiz cəmdə olmalıydı. Burada isə həz verilib. Həz yox, have olmalıydı. Deməli, səhv soruşduğu üçün B düzdür. Half of the house. Baxın, halfdan sonra tək isim gəlirsə, xəbər təkdə olur. Bəli, düzdür. A lot of stuff in the tourist shops. Baxın, stuff burada əşya mənasındadır. Yəni, əşya, turist dükan mağazalarında olan çoxlu əşyalar əllə düzəlir və bahalıdır. Yəni, burada stuff cansızı bildirdiyi üçün sayılmayan bir isimdir. Ona görə də xəbərin təkdə verilməsi düzdür. Sayılmayan isim xəbər tək olur. Half of the budget. Baxın, sayıla bilən tək isimlə işlənirsə, haftan sonra sayıla bilən tək isim gəlirsə, xəbərimiz tək işlənir, düzdür. Yəni, cəm isim gəlirsə, necə ki, baxın, B variantında cəm isim gəlir. Baxın, government agencies, yəni hökumət agentlikləri. Bax, burada artıq cəm isim gəlirsə, xəbərdə bir zəhmət cəmdə olsun. Tək isim gəlirsə, xəbər təkdə olur. Yəni, niyə düzdür? B səhv idi. Səhv soruşduğu üçün, yəni B-ni düzgün cavab götürürük. 19-cu testə baxırıq. Most parts of the brain related to language. Baxın, burada participle to var. Buna da baxmırıq. Oflu birləşmə, söz önlü birləşmə var. Bax, buna da baxmırıq. Most parts-a baxırıq. Cəmdədirmi? Onda A variantı is, B variantı was, D variantı is-ə çıxırıq. Yəni, təkliyi çıxırıq. Cəmdə olacaq. Are in the right hemisphere. İndi ikiyə baxılır. The elderly mankind. Söz önlü görürükmü? Çıxırıq. Əsas budur. The elderly isə topluluq bildirən isimdir. Yaşlılar cəmi bildirir. Xəbər cəmdə olmalıdır. Was olmaz. Tək olmaz. Demək, hər ikisi cəmdə olmalıdır. C düzdür. 20-ci testə baxırıq. Ən uyğun cavabı soruşur. That way, whoever shot first wins. Baxın, whoever. Ümumiyyətlə, mübtədə budaq cümlələrinin xəbəri tək olur. Adətən deyir ki, kim birinci atmışdırsa, atəş atmışdırsa, o qazanır. Deməli, 1 düzdür. Bax, burada win yazır. Bu səhvdir, 2 səhvdir. Among the people invited, yəni dəvət olunan insanlar içərisində was the minister too. Bax, burada minister təkdə olduğu üçün was olacaq. Yəni, burada were verə bilmərik, çünki ministerə aiddir burada isim. Yəni, bu cümləni əgər dəyişsək, bax, belə olacaq cümləmiz. The minister was among the people invited. Görürsünüzmü? Yəni, biz burada necə the minister were-nə verə bilərik ki? Verə bilmərik. 3 düzdür, 4 səhvdir. 1-3. A variantımız düzgün cavabdır. Davam edək 21-ci testimizlə. Bizdən uyğun cavabı, yəni düzgün cavabı soruşur. Many girl. Yadda saxlayırıq. Many girl-dan sonra xəbərimiz təkdə olur. Many girls olsa, yəni many cəm isim gəlsə, xəbər cəmdə olur. Amma many
və sonra sayıla bilən tək isim gəlsə xəbər təkdə olur. Ona görə aren't. Yəni B, C, D variantını çıxırıq. A good many girls isn't. Yox, daha doğrusu tələsdim mən. Dəqiqə. Aha. Tələsdim. Many a girl, çünki burada a great many deyə bildim, hamısı many a girl-la bağlıdır. Baxın, many a girl aren't dediyi olmaz. Ona görə B-ni, C-ni çıxdıq. Bu many a girl qaydasına aiddir, amma many a girl tək xəbər gələ bilər. Bu düzdür. Sonra davam edirik. Bax, bu isə she looks. Okay, bu da düzdür. Deməli, A düzgün cavabdır. İndi D variantına baxaq. A great many-dən sonra cəm isim gəlməlidir. Bax, a good many-dən sonra da a good many cəm isim gəlməlidir. Cəm xəbər gəlməlidir. Görürsünüz, burada tək xəbər olduğu üçün yeni də çıxırıq. İndi D-yə baxırıq. A good many girls aren't worried about the way she looks. Yaxşı. Biz burada əgər cəm, çoxlu qızları nəzərdə tuturuqsa, niyə she ilə veririk ki? They look olacaq burada artıq. Bax, problem buradadır. Çünki biz ismi qızları cəmdə götürürük axı, artıq bir qızdan söhbət getmir burada. Yəni burada artıq quruluşa əsasən a great many girls verdiyimiz üçün she looks yox, they look olmalıydı. Ona görə yanlışdır, A düzdür. 22-ci testə baxırıq. 22-ci testdə gəlin birinci variantları təhlil edək. There was no preparations. Preparations cəmdədirsə, biz was verə bilərik, xeyr, A-nı çıxırıq. Sonra davam edək. Deməli, digərləri elə ki, uyğun gəlir. Baxaq, digər cümləyə baxaq 2-yə. Bir də əslində variantlar təhlilində baxırıq ki, elə bir dənə burada da problem var. Preparation əgər təkdədirsə, were olmazdı, was olardı. Əksinə, yəni A-da were preparations, B-də də was preparation olardı. Çıxırıq. İndi C, D, Y variantları qrammatik cəhətdən düzdür. There were no preparations, there was no preparation. Yəni cəmdir, cəm xəbər, təkdir, tək xəbər. Yəni düzdür. İndi ona görə ikinci hissəyə baxmalıyıq. Something else, sir. Something xəbəri tək tələb edir. Düzdürmü? Baxın, biz burada görürük ki, zera veribdir. Zera olmaz axı. There is something olmalıdır. Törəmələrin xəbəri tək olur. D, yeni də çıxırıq. C variantı düzgün cavab qalır. Baxaq, there is something else, sir. Orada nəsə var, cənab. You have told me you are going to marry soon. There is something else, sir. Nəsə deyir var, cənab. Siz mənə demişdiniz ki, siz tezliklə ailə quracaqsınız. You are going. Baxın, siz demişsiniz, siz ailə quracaqsınız da you are going. Deməli, nədir? C düzgün cavabdır. 23-cü testə baxıraq, ən uyğun cavabı soruşur bizdən. 14 hours dedik ki, sayı zaman, yəni bunlar cəmdə olsa da xəbər tək də olur, is, bir düzdür. Not only 3 of my friends, but also all of them. Bax, but also-dan əvvələ soruya baxırıq. All of them, all of cəmsim, xəbər cəmdə tələb edir, 2 düzdür. He's the only one in a million who makes me smile. Baxın, the only one in a million xəbəri tək tələb edəcək. Deməli, makes ilə verəcək. I am da burada da bir problem yoxdur. 3 isə düzdür. 3-də də bir problem yoxdur. He's the only one. The only olanda ümumiyyətlə biz xəbər tək götürürük. Deməli, 1, 2, 3 all above, yəni hamısı düzgün cavabdır. 24-cü testə baxırıq. The Japanese, a long and interesting history. Japanese burada Z article işləmsə deməli xalqı bildirir. Yaponlar xalqı bildirirsə, biz xəbərimizi cəmdə götürməliyik. Has variantlarını çıxırıq. Təkdə olmaz. Have a long and interesting story olmalıdır. İkinci burada deməli 2 yazılmalıydı. Historically, tarixi cəhətdən China had a broad sphere of influence. Baxın, China tək verilib. China nədir? Ölkədir. Ölkələrin isə xəbər nədir? Təkdədir. Gəlin baxaq. Əslində baxırıq ki, is, has, yəni bu cür yazılıbdır. Amma is, has yazılıbdır. Amma nəyə diqqət edir? Is, had deyə bilərikmi? Xeyr, has, had. Present perfect-də izlə verə bilmərik. B yanlışdır, C düzdür. Tarixi cəhətdən Çinin Şərqi Asiyada geniş bir təsir sahəsi olub, has had. C düzdür. 25-ci testə baxırıq. The statistics in that report on oil production. Nəyə diqqət edirik burada? Sözündə olan birləşməyə baxmırıq, əvvələ baxırıq. Statistics. Statistics onu X-ə bitirənlər. Əgər fən bildirirsə, xəbər tək tələb edir. Ümumi anlamda işlənirsə, statistik rəqəmsal məlumatlar mənasını ifadə edirsə, xəbəri cəm tələb edir. Və burada görürük ki, deyir, o məruzədə, yəni neft istehsalı ilə bağlı o məruzədə olan rəqəmsal məlumatlar. Deməli, burada fəndən söhbət getmir. Rəqəmsal məlumatlardan söhbət gedir. Xəbər tək ola bilməz. Deməli, C variantında vozu çıxaq. İzləri çıxdı, vozda çıxaq. Ya ardı, ya da word. İkinciyə baxırıq. Half of cəmsimi baxacaq. Söz önlü ifadəni çıxırıq. Half of cəmsim, xəbərimiz nə olur? Cəmdə olur. Baxın, burada voz təkdədir.
Yenidə çıxırıq. A variantı düzgün cavab olur. Are. Hər ikisində xəbəri cəm tələb edir. 26-cı testdə ən uyğun cavabı soruşur. It was either this or one of those giant snake cones. Baxın, burada this-ə baxırıq. This təkdə olduğu üçün, yəni either-də xəbər özünə yaxın olan isimlə dedik uzlaşır və yaxud da vəzliklə. This təkdə olduğu üçün was təkdədir. Bir düzdür. They were either this. Baxın, burada this axı təkdədir. Niyə biz bunu were-nə verək ki? Was olmalıydı, yanlışdır. Either you or one of your companions. Baxın, burada oradan sonraya baxırıq. One of cəmsimdə xəbəri tək tələb edir. Deməli, 3 düzdür. 4-ə baxırıq. Two. Bax, oradan sonraya baxırıq. Two of cəmisim xəbəri cəm tələb edirdi. Agrees yox, agree olardı. Deməli, yanlışdır. 1-3. B variantımız bizim düzgün cavabdır. Daha sonra davam edirik 27-ci testimizlə. 27-ci testimizdə bizdən səhv variantı soruşur. Səhv variantı. My friends and I. Bax, burada 2 şəxs var. Ona görə xəbərin cəmdə verilməsi düzdür. B variantında more than-dən sonra one, tək sim gəlir, xəbər tək də olur, düzdür. The documentary by tanıma söz öndən əvvələ baxır. Documentary tək də olduğu üçün xəbər tək dədir, draws, düzdür. Tom himself not his sisters. Bax, bu quruşda yadda saxlayın. Not his sister deyirsə, not deyirsə, onun bacıları yox. Deməli, not deyirsə, gəlin biz bu notu da ilə not eləyək. Yəni, çıxaq. Tom'a baxır. Tom təkdədir, xəbər təkdə olmalıydı, was olmalıydı. Deməli, D düzgün cavabdır, səhv soruşduğu üçün. Y varianta baxırıq. All in the house, including Alfred. All əgər, everybody mənasında xəbəri cəm tələb edəcək. Və burada deyir ki, Alfred daxil olmaqla evdə olan hər kəs onu hər yerdə axtarırdı. Deməli, hər kəs söhbət getdiyi üçün xəbər cəmdir, düzdür. D düzgün cavabdır. 28-ci testdə bizdən səhv variantı soruşur. I tried my best to explain the situation clearly, but there is nobody. Törəmələrin xəbəri tək tələb edir. Düzdür. There are thousands of stars. Thousands of cəmsim, xəbər cəmdə işlənir. Düzdür. C varianta baxır. There have been no one. Baxın, no one. Törəmələrin xəbəri tək tələb edir. Has been olmalıydı. Səhv soruşduğu üçün C düzgün cavabdır. There is no time. Time sayılmayan isimdir. Xəbər tək tələb edir. Each moment. Tək isim tək xəbərlə işlənir. Düzdür. There is a gentle sweetness. Sweetness təkdədir. Xəbəri təkdə tələb edir. Düzdür. Universe təkdədir. Xəbəri təkdə tələb edir. Düzdür. Səhv soruşduğu üçün C düzgün cavabdır. 29-cu testdə bizdən düzgün cavab soruşur. Repeating things. Cümləmizdə bir gerund varsa, xəbərimiz təkdə olur. Düzdür. A variantımız elə düzgün cavabdır. Logic puzzles, crosswords and mental arithmetic. Baxın, görün, neçə isim sayıldı. Xəbəriz yox, ar olmalıydı. Yanlışdır. Listen to classical music. Cümləmizdə bir gerund var. Listening. Xəbərimiz təkdə olmalıydı. Helps. Yanlışdır. Vitamin B found in lean. Baxın, participle tonun üstünə xət çəkilir. Vitamin B təkdə olduğu üçün xəbər təkdə olmalıydı. Is olmalıydı. Yanlışdır. The fat found. Baxın, participle to'dur. Found. Found'u, participle to'nu, participle one'ı söz önləri çıxırıq. Əsas ismimiz bizim fətdir. Fət təkdə olduğu üçün xəbəri helps təkdə tələb edirdi. Ona görə yanlışdır. A düzgün cavabdır. 30-cu testdə bizdən mübtədə xəbər uzlaşmasının düzgün cavab soruşur. I can tell you he along with anyone. Baxın, alongdan əvvələ baxırıq. He təkdədir. Xəbər təkdədir. Knows bir düzdür. Together with-dən əvvələ baxırıq. She təkdədir. Xəbər təkdədir. Has condemned 2 düzdür. The Secretary General as well as. Baxın, as well as-dən əvvələ baxırıq. Secretary General təkdədir. Stand xəbər isə cəmdədir. Olmaz. Xəbər təkdə olmalıydı. 3 yanlışdır. 1-2 C düzdür. 31-ci testə baxırıq. Bizdən ən uyğun cavabı soruşur. She may be awesome, but her politics is not awesome. Baxın, əgər her varsa, ümumiyyətlə yadınızda saxlayın. Sonu x ilə bitən sözlərin qarşısında əgər pozitiv bildirən adjektiv işlənərsə, xəbər cəm tələb edir. Cəm. Burada siyasət fənnindən söhbət getmir. Onun siyasi biliklərindən söhbət gedir. Ona görə is yox, bax, ar olmalıdır. Yəni, 1 səhvdir, 2 düzdür. Amma burada baxırıq, politics has already started being taught at our university. Deyir ki, siyasət fənni bizim universitetimizdə öyrədilməyə başlanılıb. Artıq başlanılıb. Deməli, burada fən mənasında olduğu üçün xəbər cəmdə deyil, təkdə olmalıdır. Yəni, 2, 3 düzdür, 4 yanlışdır. 2, 3, B düzdür. 32-ci testdə bizdə ən uyğun cavabı soruşur. Several members söz öndən əvvələ baxırıq. Members cəmdədir. Xəbəri cəmdə tələb edir. Ask cəmdə olduğu üçün 1 düzdür. Local produce goods. Baxın, goods hər zaman xəbəri cəmdə tələb edir. Has yox, have olmalıydı. Yanlışdır. Many sinita. Many'dən sonra teksim xəbər təkdə işlənir. 3 düzdür. The car that has been abandoned. Baxın, the car təkdədir. Xəbər təkdədir. Və is said to be stolen. Burada da təkdədir. Burada da maşının
oğurlanmasından söhbət gedir, maşının Trevor'dan oğurlandığı söylənilir, deyilir. Deməli bu da düzdür. Deməli 1, 3, 4 Y variantımız bizim düzgün cavabdır. Davam edək 33-cü testlə. 33-də bizdən səhvi soruşur. Not only Sonia but also her cousin let us enter their house. Bax, burada bizdən səhvi soruşur. Biz bunu səhv götürə bilmirik. Çünki nəyə görə? Əslində bu tipli test salaması çox da uyğun deyil. Nəyə görə? Çünki let'in keçmiş zaman forması da let'dir. Yəni biz bunu keçmiş zaman götürüb, əgər indiki zaman götürsək, okey, o zaman let olmalıydı. Amma keçmiş zaman kimi də işlənə bilər də. Yəni let keçmişdə işlənsə burada nə yanlışlıq olacaq ki? Düz deyil. Yəni burada səhvlik yoxdur. Bizdən səhvi soruşur. They with the instruction. Bax, bizdən əvvələ baxırıq. They cəmdə olduğu üçün xəbər cəmdədir, düzdür. The policemen, men cəmdədir. Who are, xəbər cəmdədir. Amma baxın, burada protext təkdə verir. Olmaz. Bu da çünki polislərdən söhbət gedir. Bizi deyir, təhlükədən qoruyurlar polislər. Xəbəri cəm tələb etməlidir. Ona görə C düzgün cavab olacaq səhv soruşduğu üçün. The article related to these issues. Baxın, participle to'dur. Participle to'ya baxmırıq. Article təkdə olduğu üçün xəbər təkdədir, düzdür. Paris and all French cities. Bax, burada görürsünüz vergüllə ayrıldığı üçün and all French cities'i baxmırıq, Parisə baxırıq, təkdə olduğu üçün xəbər təkdədir, düzdür. Düzgün cavab C variantıdır. 34-cü testə baxırıq. The professors little known. Deməli, burada nəyə diqqət edirik? The professors, baxın, burada work deyiriksə, niyə ar olsun ki, yanlışdır. Və yaxud da works deyiriksə, niyə is olsun ki, yanlışdır. Cəm simsə, cəm xəbər, tək simsə, tək xəbər olmalıdır. A-nı, B-ni çıxırıq. Amma baxın, work is, works are, work is, yəni tək simsə, tək xəbər, cəm simsə, cəm xəbər verir. Bu düzdür. 2-yə baxırıq. Chinese, very difficult for Azerbaijan speakers to learn. Deyir ki, Çin dili Azərbaycan deməli, natiqləri üçün, öyrənənləri üçün öyrənməsi də çətin bir dildir. Deməli, Çin burada dildir. Dildirsə, xəbər təkdə olmalıdır. Bax, bu arlar ümumiyyətlə çıxmalıdır. D, yeni çıxırıq, C düzdür. Is very difficult. 35-ci testdə bizdən uyğun cavabı soruşur. Boş olan cümlədə xəbər hər zaman cəmdə olur. Baxın, A-nı çıxırıq. Görürsünüz, yenə is veribdir. Yanlışdır. Ar olmalıdır. Boş hər zaman xəbər cəm olur. Neither the one under review nor the previous publications. Nordan sonraya baxırıq. Publications cəmdə olduğu üçün xəbər cəm olmalıydı, ar olmalıydı, yanlışdır. Not only the previous publications, baxın, not only-də də biz but also-dan əvvələ baxırıq, sonraya, batdan sonraya baxırıq. Review təkdə olduğu üçün xəbər təkdədir, deməli də düzdür. Y varianta baxırıq, batdan sonraya baxırıq. Review təkdədir, amma xəbəri ar verib, cəmdə verib, olmaz, is olmalıydı, yanlışdır. Yəni xəbər özünə yaxın olan isimlə uzlaşır. 36-cı testdə bizdən düzgün cavabı soruşur. There was plenty of chairs. Baxın, chairs cəmdədir. Was deyil, were olmalıydı. Yanlışdır. There are many things. Okay. Zira cəm işlənib. B düzdür. Sonra no way-dirsə təkdədir. Is olmalıydı. Yanlışdır. Seasons cəmdə olduğu üçün is deyil. Zera olmalıydı. Yanlışdır. There is some good but misguided people. Baxın, deyir. Burada people cəmdə olduğu üçün is yox, ar olmalıdır. Çünki insanlardan söhbət gedir. Yanlışdır. B variantımız düzgün cavabdır. 37-ci testdə də yenə səhvi soruşur. Children cəmdədir, xəbər cəmdədir, düzdür. Each of cəmsim, xəbər təkdədir, düzdür. Söz öndən əvvələ baxırıq. Bu kit təkdə olduğu üçün xəbərimiz təkdə olmalıydı. Smells olmalıydı. Səhvi soruşduğu üçün C düzgün cavabdır. Man of cəmsim, xəbər cəmdə olur. Need doğrudur. A few music pieces, pieces cəmdə olduğu üçün xəbər cəmdədir, düzdür. C düzgün cavabdır. 38-ci testə baxırıq. For tall. Bax, fordursa, deməli isim cəmlənməlidir. Girl olmaz. Girl-ı çıxırıq. Girls olmalıdır. Və girls-ısa xəbərimiz də cəmdə olacaq. Sonra baxırıq. For tall, deməli, for tall girls remove, deməli, all the books. 4 hündür qız bütün kitabları yığışdırdılar. Yox etdilər. Then go out. Deməli, qızlardan söhbət gedir. Qızlar, go is ola bilməz. Go olmalıdır. Baxın, go. Sonra and returns. Returns da olmaz. Yəni, tək ümumiyyətlə işlənənlərin hamısını çıxmalıyıq. Return və are. Are handed round. Bax, burada trace aiddir. Trace cəmdə olduğu üçün are da cəmdə olur. Deməli, B düzgün cavabdır. For tall girls. Bax, burada remove'dur, go'dur, return'dur. Bunlar hamısı qıza aiddir. Cəm ismi olduğu üçün xəbər cəmdədir. Bax, burada trace aiddir. Çünki with cansız ismi aid olur axı. Trace cəmdə olduğu üçün are da xəbər də cəmdədir. B düzdür. 39-cu testə baxırıq. Everything in the room. Söz önüyə baxmırıq. Everything. Törəmələrin xəbəri tək olur.
S-ni çıxırıq, were olmaz. D-ni çıxırıq, were olmaz. Was ancient and dying. Bax, sonra burada Z-li zera quruluşuna birinci ismə baxırıq. Table təkdə olduğu üçün, bax, were olmaz. Were olmaz. Təkdə olmalıdır. Və variantlar çıxanda elə zaten qalır. Everything oldu, was. There was a table. Bax, birinci, and-dən əvvəlki ismə baxırıq Z-li zerada. Table təkdə olduğu üçün was verdik. Sonra the only brightness. Baxın, brightness təkdə olduğu üçün, sayılmayan bir isim olduğu üçün xəbəri təkdəli bilir. Görürsünüz, burada da was işlətdik. Deməli, A düzgün oldu. Hər bir təkdə olacaq. 40-cı sualda bizdən uyğun olmayan səhv cavabı soruşur. The majority holds no strong views. Baxın, the majority mübtəda vəzifəsində olanda xəbəri tək tələb edə bilir. Tək şəklində işlənir. Bu düzdür. Half of what he writes, baxın, he writes-dır. Half of what-la birləşirsə xəbəri tək tələb edir. Deməli, bu da düzdür. The staff is preparing to offer. Yəni, staffın biz xəbərini tək də götürə bilərik, cəmdə götürə bilərik, düzdür. 10% minority are opposed. Burada da insanlardan söhbət gedir və xəbəri cəmdə işlədib, düzdür. $60, baxın, pul, məbləği, ölçü, məsafə bildirən cəmdə olsa da xəbər təkdə olur. Isn't olmalıydı, yanlışdır. Y düzgün cavabdır. 41-ci testdə bizdən səhvi soruşur. Few chores need to be done. Deməli, chores cəmdə olduğu üçün xəbər cəmdədir, düzdür. Much of sayılmayan isim işlənirsə xəbər təkdə olmalıdır, is spent olmalıydı və yadda saxlayırıq. Much of sayıla bilən tək isimlə işlənə bilər. Nəyinsə böyük, əhəmiyyətli bir hissəsi mənasında. Ona görə burada is spent olmalıdır. Much of tək isim, xəbər tək olur. Səhv soruşduğu üçün B düzgün cavabdır. Little time sayılmayan isimdir, xəbər tək tələb edib, düzdür. Many people cəm isimdir, xəbər cəmdədir, düzdür. A lot of people cəm isimdir, xəbər cəmdədir, düzdür. Yəni bizdən səhvi soruşduğu üçün B variantımız bizim düzgün cavab.